Aləmlərin Rəbbi olan Allah həmd olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə və qiyamət gününəcən onun ardınca gözəl şəkildə gedənlərə Allahın salamı olsun. Sonra isə qardaşlar, ikinci Quran-ı Kərimdən dəlil Səba surəsinin 24-cü ayəsidir. Allahın bizə ruzu verməsinə dəlil Səba surəsinin 24-cü ayəsidir. Burada Allah subhanahu ta'ala qardaşlar Muhammed sallallahu aleyhi ve selleme deyir ki, insanlardan soruşsun. Qul mən yarzuqukum minəs-səmai vəl-ard. De ki, göylərdən və yerdən sizi rozlandıran kimdir? Göylərdən yağışı yağdıraraq, günəşi çıxardaraq və yerdən bitkiləri bitirərək və digər bütün rozları bizim üçün var edən və yaradan kimdir? Səba 24. Qul illah. Sonra Allah subhanahu özü cavab olaraq deyir ki, de ki, o Allahdır. Qul illah. De ki, bizi göydən və yerdən rozlandıran Allahdır. Sonra isə qardaşlar, Yunus surəsinin 31-ci ayəsi. Burada isə qardaşlar, Allah subhanahu insanın həm göylərdən və yerdən olan ruzusunu soruşur və həmçinin insanın bədəninə bağlı olan şeyləri soruşur ki, hətta sənin özündə olan şeylərə maliksənmi? Yəni, səndə olan sənindirmi? Bu suallara insan cavab verməlidir. Göylərdə və yerdə olanın insan düşünə bilər ki, buna mənim gücüm çatmır. Göydən yağış yağdırmaq mənim işim deyil. Və yerdən bitkini bitirmək, Allah istəməsə bu yenə də mənim işim deyil. Amma düşünə bilər ki, dilim mənimdir, gözüm mənimdir, qulağım mənimdir. Aydındır mı? Qəlbim mənimdir, əlim, əzalarım, hər bir şey mənimdir. Və bunun sahibi də mənəm. Düzdürmü, qardaşlar? Və Allah subhanahu ta'ala buyurur ki, qul mən yarzuqukum minəs-səmai vəl-ard. De ki, ey Muhammed, soruş onlardan, göylərdən və yerdən sizi ruzlandıran kimdir? Əmmən yəmlikus-səm'a vəl-əbsar. Qulaqlara, insanın eşitməsinə və gözlərinə sahib kimdir? O mülk kimindir? Sənindir. Əgər insanınsa, elə insanlar var ki, başlarında gözləri var, lakin görmürlər. Niyə o öz mülküdürsə, özü görmək istəməzmi? Niyə o adam kördür? Elə insanlar var ki, qulaqları var, amma eşitmirlər. Onun mülkü deyilmi bu? Əgər onun mülkü olsaydı, özün eşidən eləyərdi. Düz deyilmi, qardaşlar? Deməli, qardaşım, bundan bu çıxır ki, sənin öz bədənində olanın belə sahibi sən deyilsən. Öz bədənində olanın belə sahibi sən deyilsən. Onun üçün gecə və gündüz, qardaşlar, üzərində daşıdığın bütün əzalara görə şükürlər elə. Vallahi, görmək nemətinə görə, eşitmək nemətinə görə, danışmaq nemətinə görə. Çünki insan əksər vaxt bunları unudur. İnsan haçan şükürlər, qardaşlar, nəsə böyük bir nemət verəndə, uşağı olanda, maşın alanda, ya Rabbi sənə şükürlər olsun. Başına nəsə müsibət gəlib soğuşanda, kim məsəlsin bir dəfə oturub deyib ki, ya Rabbi, yaxud da 2 gün dalmadan və ya 3 gün dalmadan, ya Rabbi, mənə verdiyin bu göz nemətinə görə sənə şükürlər olsun. Bir dəfə heç insan eləyib mi bana? Heç ağlına da gəlmir. Elə bilirsən ki, elə belən şey də olmalıydı. Belə olmalıydı axı. Birdən Allah kör etsəydi, qardaşlar. Birdən insan eşidən olmasaydı, yəni, belə mi olmalıydı? Əgər belə olmalıysa, niyə körlər görmür, qardaşlar? Niyə lallar danışa bilmir? Hə? Deməli, bu belə olmalı deyil. Onun mülkün sahibi Allahdır. Və göz neymətdirmi, qardaşlar? Neymətdir. Və neymətə görə nə eləmək lazımdır? Şükür eləmək lazımdır. Və şükür olunsa, Allah nə edəcəyinə vəd verib? Artıracağına. Nəyə artacaq, qardaşlar? Sənin gözünlə eləyəcəyin bütün xeyirlər artacaq. Əgər sən bu göz neymətine görə, ya Rabbi, sənə şükürlər olsun deyəcəksənsə, sən gedib çılpaq qadınlar olan qazetlər, jurnallar və ya televizorlara baxmayacaqsan. Çünki o neymətə görə sən şükür eləməsən, eləyirsən və Allah subhanahu da sənə o neymətini artıracağını vəd edib. Və in şəkərtum ləəzidənləkum. Əgər siz şükür etsəniz, mən sizə artıracam. Nəyin artacaq, qardaşlar? Quranı oxumağın, Quranı əzbərləməyin, dərsi oxumağın, dərsdən ayələri əzbərləməyin, aydındırmı? Və ya zehin neymətinə görə. Məsəl üçün, mən oturdum, əzbərlədim, o birisi, məsələn, 15 dəfə oxuyur əzbərləyib, mən bir dəfə əzbərləyirəm. Əzbərləməyə görə şükür edinmi heç? İnsan, yəni, bunu düşünmür, amma sənə verilmiş bir neymətdir, qardaşlar. Və ya danışmağa görə. Yəni, qardaşım, heç şükür elədiyinə görə şükür elədinmi? Məsələlərdən biri də budur. Çünki Allah sənə neymətlərdən biri də şükür neyməti, düz deyilmi? Şükür özü neymətdir. Allaha şükür edirsən ki, ya Rabbi, sənə şükürlər olsun, sonsuz dərəcədə. Sənə həmdlər olsun, ərşin ağırlığı qədər, ulduzların sayı qədər, yaradılmışların sayı qədər,
yarpaqların sayı qədər, yağan yağışların hər damcısının sayı qədər, sənin razı qalacağın qədər mənə gözəl, sənə şükr etmək neməti vermirsən. Və bunu eləyəndən sonra da, qardaşlar, bu şükrün də şükrü var. Buna da şükür eləməlisən ki, Allah səni müvəffəq elədi bu şükür eləməyə. Eləcə sən sona qədər Allahın verdiyi nemətlərə necə ki sayıb qurtara bilmərsən, eləcə də şükür edib qurtara bilməyəcəksən. Eləcə də şükür edib qurtara bilməyəcəksən, qardaşlar. Onun üçün gecəmiz və gündüzümüz Allaha zikirdə keçməlidir. Allaha itaətdə və ibadətdə keçməlidir. Allah subhanahu ta'ala səni sevmədiyi yerlərdə görməməlidir, qardaşlar. Və sən bilirsən ki, Allah səni görür. Kimsə səndən qafil ola bilər. Kimsə səni görməyə bilər. Lakin sən daim bilirsən ki, Allah səni görür. Və Allah səni görürsə, niyə sən Allahın gördüyü halda, Allahın bildiyi halda, Allahın eşitdiyi halda, Allahın sevmədiyi yerdəsən? Niyə, qardaşım, niyə? Sənə buna məcbur eləyən nədir ki? Müvəqqəti bir ləzzətmi? Hansısa bir şeyə baxacaq, bitəcək. Və hansısa bir yerə gedəcək, orada qurtaracaq. Və ya hansısa bir haramı eləyəcək, o da bitəcək. Yəni, əbədi cənnətə dəyişməyə dəyərmi? Allahın razılığına, yəni qəzəbi razılığa mı dəyişirsən? İnsanın dəyişdiyi şey necə də pisdir, qardaşlar. İnsanın dəyişdiyi şey necə də pisdir. Daim insanın nəfsi belədir, qardaşım. Alçağı üstünə dəyişir. Daim görürsən, insana doğru yolu göstərirsən, düzün deyirsən, haqqa bələdçilik eləyirsən Allahın izni ilə. Daim görürsən ki, onun özünün seçdiyi, gedəcəyi yerlər ancaq alçaq və pis yerlərdir, qardaşlar. Necə ki, Allah subhanahu ta'ala Bəni İsrailə göyərçinlər yağdırdı, halvalar yağdırdı, soğan sarımsaq istədilər. Qardaşım, sənə bildirçin gəlir. Sənə bildirçin gəlir. Sənə halva gəlir. Soğan sarımsaq istəyir. Aydındır mı? Soğanla sarımsaq bildirçini soğan sarımsağa dəyişir, qardaşlar. Eləcə də insan ona verilmiş olan gözə, baxışı, ona verilmiş olan qulağı lazımsız şeylərə dəyişir. Aydındır mı? Ona verilmiş olan əl, tuta bilmə qabiliyyəti, yeriyə bilmə qabiliyyəti. Bilirsənmi neçələrindən bu alınır? Bilirsənmi neçələri əli var, əllə tuta bilmir. Bilirsənmi neçələri ayaqlar var, yeriyə bilmir. Bilirsənmi nə qədərdir onlar? Vallahi, məscidə getdiyin zaman hər addım atdığı haçan şükürlədin ki, ya Rabbi, sənə şükürlər olsun. Muhammed sallallahu aleyhi ve sellem, qardaşlar, bizə sünnədən nəyi öyrədir? Hayya aləs-salə deyiləndə bizim deyəcəyimiz nədir? La havlə və la quvvətə illə billah. Bilirsən mi, niyə deyirsən? Çünki sənin yerindən qalxıb, durub yeriyib, məscidə getməyin sənin gücündə və qüvvətində deyil. Səni yeridən, səni aparan, addımları atdıran və addımların atmağına icazə verən Allah subhanahu wa ta'aladır, qardaş. Allah subhanahu wa ta'aladır. Neçə istəyənlər var ki, o istəyinə çata bilmir. Çünki yeriyə bilmir adam. Və haçan məscidə gedib çatdığına görə şükür edin ki, ya Rabbi, bu addımları mənə atmağa sən nəsib elədin. Və haramlara deyil, şərlərə deyil, fitnələrə deyil, sənin razılığı qazanmaq üçün nidaçının nidasına, hayyə aləs-salə, hayyə aləl-fələ nidasına icabət eləmək üçün mən durub gəlmişəm, ya Rabbi. Sənə şükürlər olsun. Bu namazı cəmaatla, qardaşlarımla çiyin-çiyinə qıldığım üçün sənə şükürlər olsun. Məsciddə cəmaatla olduğum üçün sənə şükürlər olsun. İnsan bunu, yəni gündəlik həyatında görür, lakin bunun şükrün verməyi düşünə bilmir. Çünki insana sanki adi gəlir. İnsan, yəni ancaq insana nisbətdə ən böyük şeylərə görə şükür eləməməlidir. Çünki sənin böyük gördüyün minik, o ola bilsin nemətdən deyil, qardaşım, namaza getmək neməti. Namazda cəmaat namazı qılmaq neməti, maşın neməti ilə namaz neməti bir tutula bilərmi, qardaş? İslamın rükunlarıdır. İslamın nədir? 5 rükunundan, ərkanından biridir, namaz. Aydındır mı, qardaşlar? Və ya Quran oxumaq neməti. Quranı əzbərləmək, Quranı oxuya bilmək neməti. Sonra Allah s.ə.v. soruşur şəxlər, وَمَنْ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ Ölüdən dirini, وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ Diridən də ölünü çıxardan kimdir? Allah s.ə.v. soruşur, qardaşım. Ölüdən dirini çıxardan Allah s.ə.v.'dır, qardaşlar. وَمَنْ يُدَبِّرُ الْأَمْرِ Və bu işlərin hamısını idarə edən kimdir? Və cavabı Allah s.ə.v. verib. فَسَيَقُولُونَ اللّٰهِ Onlar deyəcəklər ki, bunların hər birini edən Allahdır. Çünki Allah s.ə.v. rubiyyətini kimsə inkar eləməyib. Yalnız və yalnız təkəbbürlü cəhətdən. Fironun misalı kimi. Yalnız və yalnız təkəbbürlü cəhətdən. Yunus surəsi neçə? 31-ci ayət. Allahın bizə
ruzlandırmasına ağlı dəlil isə budur ki, heç bir insan yemədən və içmədən yaşaya bilməz. Heç bir insan yemədən və içmədən yaşaya bilməz. Yemək və içmək Allahın yaratdığıdır. İnsan yeməsə və içməsə yaşaya bilmir. Toyuğu kim yaradır? Allah yaradır, düzdürmü? Sən onu yeyirsənsə, səni kim ruzlandırdı? Yaradan Allah. Aydınmı? Deməli, Allah səni ruzlandırdı. Göydən və yerdən sizi soruşsan ki, kim ruzlandırır? Hamı Allah deyəcək. Yəni, yağışı yağdırıb, taxılı bitirən Allahdır. Və sənin də yeməyə ehtiyacın var. Sən yeyirsənsə, deməli, səni onunla ruzlandıran kim oldu? Allah subhanahu ta'ala qardaşlar, Quran-ı Kərimdə eyni bu şəkildə bizə suallar verir. Vaqiya surəsinin 63-70-ci ayəsi. Və qardaşlar, Salman qardaşımız 29-cu ayəni tərcüməsin və orada verilən suallara Allah subhanahu ta'ala qardaşlar, əkinin kimin tərəfindən bitirildiyini, sən mi oradan onu çıxardırsan, yoxsa Allah subhanahu ta'ala? Yəni, onun izni olmadan bir şey bitməz. Tonlarla şeylər tökülür. Görürsən, yarısı bitir, yarısı bitmir. Onun bitməsinə icazə verən Allah subhanahu ta'ala. Oxularlar. Allah subhanahu ta'ala buyurur, əkdiyinizi gördünüzmü? Əkdiyinizi gördünüzmü? Tarlaya gedirsən, əkdiyi görürsən sən. Torpaqdır və əlində dəndir. Onu siz bitirirsiniz, yoxsa biz? Kim bitirir, qardaşlar? Yəni, sadəcə oru tökməklə bitirən sənsən, sənin gücün yetmir buna. Gecə və gündüz yalvarır ki, yağış yağsın. Nə qədər sulasalar belə xilər, əkənlərin əksəriyyəti yağışı gözləyirlər. Yağış kimi kimsə sulaya bilmir. Və həmçinin, qardaşlar, nə qədər sulasalar belə deyəndə, o demək deyil, sən eləyirsən, o su kimindir? O su Allahındır. Və o dən, arpadır, buğdadır, o kimindir? Onu da Allahdır. Əgər biz istəsəydik, onu bir saman çöpünə döndərər. Əgər biz istəsəydik, deyir Allah s.ə. O tarlaları saman çöpünə döndərərdi. Üzərində buğda olmaz. Bir dəfə şükürlə, düzmü? Ki, yəni, çöp-çöpə dönməyən taxıl sahələri üçün bir dəfə Allah'a şükür elə, düzmü, qardaşlar? Hər birimiz evdə çörək istisin, yeyirik. Ya Rabbi, sənə şükürlər olsun. Yediyə görə deyəsən, həminə bunu deyəsən. Lakin onun əvvəlinə düşüncə ki, ya Rabbi, sənə şükürlər olsun. Əgər bu taxıl sahələri, bu bitkilər bizə çatmamışdan əvvəl çöp, saman çöplərinə dönsəydi, biz nə yeyərdik? Bu şəkildə onlar qorunmasaydı, biz nə edərdik? Hə? Heç nə yiyəcəksən? Bitirən sən misən, yoxsa Allahdır mı? Var edən Allahdır, qardaşlar. Var edən Allahdır. Oxudan. Əgər biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz və deyərdiniz. Məhətəl olardır. Ziyana uğradıq. Biz ziyana uğradıq. Daha doğrusu nemətlərdən məhrum olduq. İçdiyiniz suyu gördünüzmü? İçdiyin suyu gördünmü, qardaşlar? Biz dedik, həm yağan yağış və həmçinin içdiyin, evində içdiyin su, qardaşım. Evində içdiyin su. Davam elə. Onu buluddan siz endirirsiniz, yoxsa biz? Kim endirir, qardaşlar? Allah s.ə. Və həmçinin onu içməli, şirin kim eləyir, qardaşlar? Allah istəsəydi, acı eləyərdi. Kimsə su içə bilməzdi. Dənizdən su içmək olurmu? Allah istəsəydi, göydən yağdırdığını da eləyərdi. Su içə bilməzdi. Mətəl qalardı. Davam edək. Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz? Bəs nə üçün şükür eləmirsiniz, qardaşlar? Suyun göydən şirin gəlir. Bulaqlar yerdən şirin çıxır. Çaylar yerdə şirin axır. Allah onunla bitkilər bitirir. Taxıllar bitir. Aydın ama sahələr, sümbüllər böyüyür. Və sən bitirmirsən. Allah istəsəydi suyu acı və onları da saman çöp-çöpü kimi eləyərdi. Deməli, ağlı dəlil də götürür ki, bu ayəni düşünən sağlam ağıl üçün. Qardaşlar, ayələr sağlam ağıllar üçündür. Ağılsız adamlara desən, onsuz bizim şəriətimiz dəhliyə müraciət etmir. Onlardan qələm qaldırılır, düzdürmü? Ağıl sahiblərinə müraciət edilir. Ağıl sahiblərinə müraciət olunur. Və bu sən ruzlara görə, yağışa görə, bir dəfə şirinliyinə görə, qardaş. Yağmasına görə ola bilər, ya Rabbi sənə şükürlər olsun. Yağış yağdırdın, taxılımız bitəcək. Amma o suyun şirin olmasına görə bir dəfə ağlından keçibmi ki, şükür eləyim? Allah deyir ki, şükür eləyim. Bir də oxuyayım, başla. Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa biz? Əgər biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz və deyərdiniz, biz ziyana uğradıq. Daha doğrusu nemətlərdən məhrum olduq. İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa biz? Əgər istəsəydik, onu acı edərdik.
bəs nə üçün şükür etmirsiniz? Subhanallah. Bəs nə üçün şükür eləmirsiniz deyir. Allah subhanallah soruşur. Allah subhanallah sonsuz dərəcədə həmdlər və şükürlər olsun. Dərsimiz bu qədər qardaşlar. Allah subhanallah bizə iştifadələrdən etsin. Sallallahu əleyhi və səlləm Muhammed və alə alihi və səhbihi və səlləm.